Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 3 aprel 2026-cı il Bakı şəhər Ramanı kəndindəyik. Deməli, bu sahədə Artis firmasına məxsus Tibron F1 qırmızı pomidor çeşidi əkilib. Əkin tarixi 5 yanvar 2026-cı il. Yəni, bu panikdə istiliklə bağlı bir çox problemlər olub. Qaz yoxdur, yağla düzəldilmiş bir peç qurulub burada və bir dəhər istiliyi almağa çalışıblar. Gecə vaxtları 3-4 dərəcəyə düşdüyü, temperaturun 3-4 dərəcəyə düşdüyü hallar olub. Ona baxmayaraq bitki özünü qoruyub, saxlayıb. Və bir maraqlı burada iş var. Deməli, birinci, ikinci salxımını itirən bitkilərin üzərində yenidən həmən çiçəklərin açılması görünür. Baxın. Bu ikinci salxım, amma üçüncü salxımda pomidor budur. Dördüncü salxımda budur. 5'də bu, 6 çiçək halında, 7 çiçək halında. Bu bitkinin bu cür olmasına baxmayaraq birinci, ikinci salxımlarını itirməsinə baxmayaraq yenidən çiçəklərini açıb və mayalayıb. Bu da bitkinin kök sisteminin güclü olmasını, bitkinin özünün qorumasını, soyuğa dözümünü və məhsuldarlığını göstərir. Hər birinizə bol ruzu bərəkət arzulayıram. Allah hər bir kəsin əziyyətin xeyirli bəhrəsini versin.